Salam olsun bizim kanalı izləyən hər bir kəsə. Bu dəfəki çəkilişin Xaçmaz rayonu ərazisində yerləşən Çobanbulaq istirahət mərkəzindəndir. Bakıdan təxmini 2 saatlıq məsafədir. Gəlin bu istirahət mərkəzi ilə tanış olaq. Instagram səhifələri o qədər də inkişaf eləməyib. TikTokda videolarına baxa bilərsiniz buradakı şəraitlə. Və mən də istədim sizi ətrafla tanış edeyim ki, bura haqda məlumatınız olsun. Bu gördüyünüz qeydiyyat otağıdır. Gəlib burada ödənişinizi eləyib qala bilərsiniz. Bu gördüyünüz bina 150 nəfərlik banket zalı üçün nəzərdə tutulmuşdur. Hətta Çobanbulaq istirahət mərkəzinin özünün şadlıq evi də var. 650 nəfərlik şadlıq evi də. İndi isə gəlin ilk öncə sağ tərəflə, daha sonra isə sol tərəflə. Kotejlər sağ və sol tərəflərdə yerləşir. Gəlin ilk öncə sağ tərəflə hərəkət eləyək. Və sağ tərəfdə biz ilk öncə burada kabinetləri görürük. Bu kabinetlər əsasən qış ayında istifadə olunur. Qış ayında gəlib isti radiatoru kabinetlərdir. Hətta birinin içi ilə sizi tanış edeyim. Gördüyünüz kimi belə 12-15 nəfər rahat yerləşir. Hər şey də qaydasında böyük radiator, kondisionerinə qədər işləyir. Yay ayında da otura bilərsiniz, çünki kondisioner işləkdir, istəsəz qapalı yer və özlərinin açıq kabinetləri də var. Birazdan orada gedib keçəcəyik. Burada çöldə visiləri var. Burada uşaq əyləncə yeri var. Əgər siz də ailəvizlə, uşaqlarınızla gəlirsinizsə, uşaqların əylənməsi üçün böyük də olmasa, başlarını qatacaq qədər əyləncə yeri var. Burada gördüyünüz sol tərəfdə bu atlar olan karusel təəssüf ki işləmiş, işləsə çox gözəl olardı. Daha sonra belə yerləncə formasında bunlar var. Daha sonra sürüşkənlərimiz var. Uşaq əyləncə yeri də belədir, görürsünüz. Bir də onu qeyd edeyim ki, siz çöldən daxil olduqda gördüyünüz kimi orada Çobanbulaqdır. Oradan daxil oldunuz, pulunuzu ödədir və bu yolla kotejlərin qabağına qədər maşınınızı sürə bilirsiniz. Yəni bir də əlinizlə uzaq məsafələri daşımırsınız. Daha sonra burada bir nüansı da qeyd edeyim ki, çox düşünülmüşdür. Hazırda çox atamda tok maşınıdır və elektrik maşınlar üçün belə şarj doldurma yeri də var. 3 dənədir. Belə 2 mərtəbəli kotejlərdir və 6 nəfərlik bizim yerləşdiyimiz kotejdir. Hazırda səhətimizdən çox qəşəng. Həm yaşıllıq, həm quşların səsi, həm cırcıramaların səsi. Və gəlin kotejin içərisi ilə tanış edim sizi. Sizi Çobanbulaq ailəvi istirahət mərkəzində 6 nəfərlik kotejlə tanış eləmək istəyirəm. Burada otura bilərsiniz. Sərin yerdir, əyləşmək üçün qəşəng böyük çardaqlı besetkası var bu kotejimizin. Daha sonra burada da əyləşə bilərsiniz. Burada əyləşib ətrafı mənzərəni seyr edə bilərsiniz. Gəlin kotejin içi ilə tanış olaq. İlk öncə qarşımıza bir dənə holdur. Hol bir kondisioner, divan, televizor, xaladenik və çaynikdir. Böyük hol hissəsidir. Bu kotejimiz 3 yataq otağı və bir holdan ibarətdir.
Bir yataq otağımız buradır. Bir taxta orada 2 nəfər yatması üçün. Daha sonra ikinci yataq otağımız ayrı-ayrı kravatlardır. Böyle belə şkafı var. Daha sonra üçüncü yataq otağımız buradır. Burada yenə ayrı-ayrı yataqlar, bir dənə şkafımız var və sanuzel hissə. Bu da sanuzeldir. Gördüyünüz kimi duş kabin. Hər şey tərtəmiz, qaydasındadır. Qeyd edeyim, bura Çobanbulaq istirahət mərkəzində 6 nəfərlik kotej, 6 nəfər rahatlıqla yerləşə bilər. 1 nəfər də burada, 7 nəfər də yerləşə bilər. 3 yataq otağı və 1 zal. Və 6 nəfərlik kotejin daxilini gördünüz. Hətta divanda da 1 nəfər otursa 7 nəfər. Gəlin kotej qiymətlərini sizə deyim. Deməli 2 nəfər 60 manatdır. 4 nəfər 120 manatdır. 6 nəfər isə 170 manatdır. Və bu qiymətin içərisində yemək, qidalanma yoxdur. Gördüyünüz bunlar hamısı kotejdir. 1-ci mərtəbə, 2-ci mərtəbə. Hətta 16 nəfəri kotejləri də var. 1200 manatdır. Ərazi çox qəşəng, yaşıl, səhər tezdəndir, sakitçilikdir. İndi biz hovuz hissəsinə gelirik. Hovuz da çox böyük, təmiz. Və bu da bizim hovuzumuz. 3 ətrafında oturma mümkündür. Lijankaları, stol. Bura uşaq yeridir, dayaz. Daha sonra bu hissə 1.20 falan olar. Bu hissə isə 1.40 bu civardadır. Bura mahnı qoyurlar, daha sonra marojna, içkilər verilir. Və qeyd edeyim ki, qiymətləri münasibdir. Bir müqayisə edeyim sizə. Buradan mən spirtli içkini 3 manata aldım, bakalı. Halbuki Qəbələdə mənə 7 manat istədilər. Yəni fərq o qədərdir. Yəni ikisinin də istirahət mərkəzidir. Deyərdim, hətta burada yer belə yoxdur. Yəni mən 6 nəfərin içərisini sizə çəkdim. Amma ki 2 nəfəri də istədim çəkim. Yerləri yoxdur. Boş yerləri yoxdur. Hamısı rezervdə. Və gördüyünüz 2 mərtəbəli kotejlərdir. Yaşıllığı çox gözəldir. Biraz da indi qayıdıb buradan düşəcək restoran hissəsinə. Və burada idman meydançasıdır. Futbol oynayırlar. Can axşam oynayırlar. Gördüyünüz bunlar hamısı aşağı yuxarı kotejlərdə. Bayaq göstərdiyim mənzərədən yerdən də düşə bilərik. Buradan da düşə bilərik. Gəlin elə buradan düşək. Bu formada kotejlərdir. Yəni bu tərəf, sağ tərəf, istirahət mərkəzinə girəndə sağ tərəf taxta kotejlərdir. Gəlin buradan restoran hissəsinə düşək. Restoran hissəsi də çox mənzərəlidir. Və çayın üzərində yerləşir. Və gördüyünüz kimi bu formada qazlar var.
Daha sonra istəsəz buralarda da əyləşə bilərsiniz. Burada böyük qruplarda otura bilər. Burada 15 nəfər, 20 nəfər rahat yerləşə bilər. Daha sonra belə 6 nəfərik. Gəlin ən yaxından gölün üzərindən, belə deyim, olan beşitkanı yaxından çəkim. Gördüyünüz kimi düz suyun üzərindədir. Və siz gəlib sadəcə olaraq qalmağın ödənişini ödəyirsiniz. Restorandan isə əlavə nə sifariş eləsəz, onu ödəyəcəksiniz. Gəlin keçək menü ilə tanış olun. Əziz izləyicilər, Çobanbulaq istirahət mərkəzində gəlin menü ilə sizi tanış eləyim. Gördüyünüz kimi bu səhər yeməkləridir. Əgər qiymətlərini saxlayıb daha diqqətlə baxarsınız. Bu soyuq qəlyan altılardır. Daha sonra duru yeməkləri, suplar, qazan yeməkləridir, tava yeməkləridir, kabablardır, cürbəcür çeşid kabablar var. Daha sonra saz yeməkləridir, balıq yeməkləridir, xəmir yeməkləri, əlavə sifarişlər, daha sonra içkilərdir, sərin içkilərdən də menüdə qeyd olunub və desertlər. Qeyd edeyim ki, burada balıqların qiymətləri göstərilmədir. Tək-tək sifariş versəz, biri 300 qram olacaq. Biri 300 qram olacaq, qiyməti 12 manat. Kilo ilə zakaz eləsəz, deyir o sərf eləyir. 1 kilo 300, 1 kilo 400 gəlir balıqlar. Onlar kilosu 27 manatdır. Çobanbulaq istirahət mərkəzindən menü bu qədər. Və menü hissə ilə tanış oldunuz. Gördüyünüz kimi qiymətlər münasibdir, çox baha deyil. Belə deyim, turizm bölgələri Quba və Qəbələyə nisbətən burada qiymətlər insaflıdır deyərdim. Yeməklər, kababları da çox dadlıdır. Dinən ki, bizə gələn stol və stolun qiymətini də göstərim sizə. Biz də nə sifariş etdik və ona uyğun da hesabı da yazıram altından. Və belə bu restoran hissəsidir. Axşamlar burada musiqi olur, musiqi də olur, oxuyurlar da. Yəni insanları əyləndirmək, insanlara maraqlı gün bəxş eləmək üçün axşam vaxtı musiqi proqramı da olur. Restoran hissəsi bu qədər. Ümid edirəm restoran hissəsini bəyəndiniz. Gəlin bir də axşam görüntüsünə keçək. Axşam vaxtı restoran hissəsi necə görsənir.
Və izləyicilər, restoran hissəsi ilə də axşam görüntüsünü tanış olduk. Gəlin buradan çıxaq biz mərkəz hissəyə. Çünki hər bir nöqtədən mərkəzə, restorana çıxış olur. Bir də gəlin mən sizi istirahət mərkəzinə girəndə sol tərəfini tanış edeyim. Bu gəldiyim çöldən gələn hissədir. İlk öncə girişdir. Ayaqlarımı qeyd elədim, 150 nəfərlik banketidir. Görürsünüz ki, hər tərəf gül çiçəkdir. Və istirahət mərkəzinin sol tərəfində də daş kotejlərdir. Bu gördüyünüz yer Şadlıq sarayıdır. 650 nəfərə qədər tutumu var. Toy mərasimi falan burada keçirirlər. Mən ilk dəfə idi bu istirahət mərkəzində gəldim, qaldım. Çox müsbət. Həm otaqları, həm həyətyanı sahəsi, həm restoran, həm baseyn. Yəni, məsləhət görərdim. Gördüyünüz kimi bunlar da daş kotejlərdir və buradan da restorana çıxış olur. Beşetkalara daha yaxındır. Çox getməyəcəm. Buradan da beşetkalara düşür. İstifadə edə bilərsiniz. Gördüyünüz kimi buradan da beşetka var. Və əziz izləyicilər, deməli, çalışdığım qədər Çobanbulaq istirahət mərkəzinin ərazisi ilə sizə tanış elədim. Həm ərazi ilə tanış oldunuz, həm ən böyük kotejin içərisini çəkdim, həm restoran hissəsi, həm menyu, həm bu hovuz hissəsini də çəkdim və ən sonda hovuzda indi içkim yoxdur. Ən sonda xırda bir fragment qoyacağım hovuzdan. Əziz izləyicilər, bu da Çobanbulaq istirahət mərkəzində baseynin içərisindən çəkiş edirəm. Gördüyünüz kimi. Bu tərtəmizdir. Və məndən bu qədər, çalışdığım qədər sizə maraqlı yerlər, məlumat xarakterli videolar çəkirəm ki, siz də gəlməmişdən öncə baxıb, analiz edib, gəlib belə gözəl yerlərdə istirahət edəsiniz. Məndən bu qədər. Sizin hər bir laykınız, bəyənməyiniz, abunəniz mənim üçün bir stimuldur. İzlədiyiniz üçün çox sağ olun. Xoş izləmələr, hələlik.